Müstəqilliyin ilk illərində ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarə etmə Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Ərazi bütövlüyümüz pozulmuş, torpaqlarımızın 20% işğal edilmişdi. Xalq yeganə xilası Heydər Əliyevin simasında görürdü. Nəhayət, Bakıya qayıdan ümumilli lider həyatını təhlükə altına qoyaraq xilaskarlıq missiyasını öz üzərinə götürdü. Ulu öndər prezident seçildikdən sonra qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi. Onun rəhbərliyi ilə müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması sürətləndi. 1995-ci ildə qəbul edilmiş ilk milli konstitusiya demokratik və hüquqi dövlət quruculuğunun təməlini qoydu. Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası milli ideologiyanın əsasına çevrildi. Xarici siyasətdə isə tarazlaşdırılmış kurs müəyyən edildi. 1994-cü ildə imzalanan əsrin müqaviləsi sayəsində Azərbaycanın neft strategiyası reallaşdı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal enerji layihələri gerçəkləşdi. Bu siyasət Azərbaycanı dünya iqtisadi sisteminin suveren aktoruna çevirdi. Ulu öndər beynəlxalq tribunalarda Ermənistan-Azərbaycan münaqişəsinin həqiqətlərini ardıcıl şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdıraraq məsələnin yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində həllini prioritet elan etdi. Ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dayanıqlı iqtisadi inkişaf yolunda yüksəlişini davam etdirən Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik qələbələr əldə edib. 44 günlük vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Sülh gündəliyini inkişaf etdirən Azərbaycan, böyük qayıdış proqramı çərçivəsində azad olunmuş ərazilərdə geniş miqyaslı tikinti quruculuq işləri aparır. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil dövlətçilik irsi Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə yüksəlir, Azərbaycanın əbədi müstəqilliyi və qüdrəti təmin edilir.